Salam hörmətli şagirdlər. Bu günlər biz riyaziyyatdan təməllər barəsində tanış olacağıq. Təməllər nələrdir? Düzgün toplama, çıxma işləmləridir, operatorlardır. Yəni müsbət mənfi anlayışlardır, ədədlər anlayışlardır və onları düzgün toplayıb çıxmaq anlayışıdır. Gəlin vaxt itirmədən tez mövzuya keçək. Deməli, gördüyünüz kimi ədəd oxu çəksək, ədəd oxunda 0 başlanğıc nöqtə qeyd eləsək, ədəd oxunda sıfırdan sağda olan ədədlər müsbət ədədlərdir, sol tərəfdə olan ədədlər isə mənfi ədədlərdir. Adi, məsəl üçün 2 üstəgələk 3, 5 eləyir. Bu nə deməkdir? Yəni 3 vahid sağa getməkdir. 2-dən 3 vahid sağa getmək. Gəlir çıxırıq 5-ə. Bu o deməkdir ki, 2-dən də 7 çıxsaq, biz 7 vahid sola gedəcəyik. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6 və 7. Gəlirik çıxırıq burada mənfi 5-ə. İndi biz burada qısa qayda necə eləyə bilərik? Necə ki, indi gəlin birinə də baxaq. Mənfi 2 çıx 3. Mənfi 2 çıx 3 nə deməkdir? Yəni mənfi 2-də dayanmışıq. 3 vahid sol tərəfə gedəcəyik. 1, 2, 3. Gəlirik çıxırıq yenə nəyə? Mənfi 5-ə. Bu iki qaydaya diqqət eləsək görərik ki, məsəl üçün 2 müsbət ədədi toplamaq üçün bunları sadə qaydada, yəni ədədi qiymətlərini toplayırıq. Əgər ikisi də mənfi olarsa, məsələn mənfi 2 çıx 5, bu zaman yenə toplayırıq, lakin işarəsini yazırıq. Mənfi 2 çıx 5 bərabərdir mənfi 7. Lakin bəzən biri müsbət, biri mənfi ədədlər olur. Gəlin baxaq görək onlar necə olur. Məsəl üçün 7 çıx 2 bərabərdir 5. Bu necə baş verir? Deməli, mütləq qiymətcə böyükdən kiçiyi çıxırıq, böyüyün işarəsini yazırıq. Yəni burada böyük 7-dir, onun da işarəsi müsbətdir. Əgər məsəl üçün mən yazsam mənfi 5 üstəgələk 6, gördüyümüz kimi biri mənfidir, biri müsbətdir. Böyükdən kiçiyi çıxıram, yəni 6-dan 5-i çıxıram. İndi isə düşünürəm ki, bunun işarəsi müsbət olacaq, yoxsa mənfi olacaq. Təbii ki, müsbət olacaq, çünki burada böyüyün işarəsi müsbətdir. Cavab eləyir 1. Başqa bir nümunəyə baxaq. Mənfi 7 üstəgələk 3. Yenə böyükdən kiçiyi çıxıram. 7 çıx 3 yazıram. Lakin baxıram, görürüm qabağında mənfi olacaq, yoxsa müsbət. Görürəm ki, 7-nin mütləq qiymətcə 7-nin qiyməti daha çoxdur deyə mənfi qoyuram qabağına və bunun cavabı eləyir mənfi 4. İndi bu dərsi öyrənəndən sonra, yəni siz bax buradakı nümunələrə diqqətlə baxandan sonra bəzi misalları eləyəcəyik. Gəlin qısa qaydalarla tanış olaq. Müsbət 2, müsbət 5, müsbət 7 eləyir. Mənfi 2 çıx 5, mənfi 7 eləyir. Yəni eyni işarəlidirsə topla işarəsini yaz. Lakin müxtəlif işarəlidirsə böyükdən kiçik çıx böyüyün işarəsini yaz. Mənfi 3 üstəgələk 1 yenə də böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Yəni bu 4 qayda bəs edir ki, bütün mənfi müsbət ədədləri toplayıb çıxıb vurub bölə bilək. İndi vurma bölməsini də biz sonraki dərslərdə izah edəcəm. Gəlin keçək birbaşa suallara. Deməli, sizə ev tapşırığı bu kitabdan veriləcək. Hələlik təməlləri öyrənən şagirdlərə bir-bir bu sualları eləyək. Burada da doğru cavablar var. Yaxşı olardı ki, siz evdə özünüz bunları bir daha eləyəsiniz. Lakin gəlin baxaq. Bura qədər asandır. Gəlin baxaq 5-ci sualdan. Mənfi 6 çıx 4. Gördüyümüz kimi soldan sağa icra olunur bütün əməllər. Məsələn, bura eləyir mənfi 10. Üstünə 11 gəlsək, bura eləyir müsbət 1. 1-dən 8 çıxsaq, eləyir mənfi 7. Üstünə də 4 gəlsək, eləyir mənfi 3. Deməli, bu işləmin cavabı mənfi 3-dür. Mənfi 2 çıx 6. İkisi də eyni işarəlidir və mənfidir. Toplayırıq, işarəsini veririk. Mənfi 8-in üstünə 4 gəlsək, mənfi 4 eləyir. Mənfi 4 çıx 12 eləyir mənfi 16. Mənfi 16-nın üstünə 8 gəlirik, eləyir mənfi 8. Bu sualı isə eləmək istəmirəm. Bunu özünüz də eləyə bilərsiniz. Tamam, eləyək 4 üstəgələk 3, 7, 7 çıx 5, 2, 2 çıx 2, cavab 0. Gəlin qısa eləyək 4, üstünə 3 gəldi 7, 7-dən 5 çıxdıq. Bu hissədə 2 elədik, 2 çıx 2, cavab 0 eləyir. Gəlin daha mürəkkəb məsələlərə, misallara keçək. Məsələn, bu sualları siz artıq özünüz həll eləməyə bacarmalısınız. Gəlin birinə də baxaq. Məsələn, mənfi 12 çıx 13. Bunun cavabı eləyir mənfi 25. Üstünə 10 gəlsək, eləyəcək mənfi 15. Çünki böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Üstünə 11 gəlsək, yenə mənfi 4 eləyir. Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Artıq üstəgələk 11 burada qalmışıq. 11 gəlsək, böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Bu zaman müsbət 7 eləyir. 7 çıx 8 isə cavab mənfi 1 eləyir. Bu şəkildə bu sualları eləyəcəksiniz. Aha, indi keçdik növbəti misala.
Növbəti misal nədən ibarətdir? Yəni bu dərsdə biz nə öyrənəcəyik? Bəzən belə suallar görürük. Məsəl üçün 2 mənfi yan-yana gəlir və yaxud da ki belə də olur. Mənfi, mənfi, mənfi 2. Burada diqqətli olun. Deməli neçə sayda mötərizə açılıbsa, o sayda da bağlanmalıdır. Yəni bu riyaziyyatda belə də yazılış qaydası. Bu yazılış qaydasını korlamaq olmaz. Gəlin baxaq. Qaydalara baxaq. Müsbəti müsbətə vuranda müsbət eləyir. Bir də mənfini mənfiyə vuranda müsbət eləyir. Qalan hallarda əgər müsbəti mənfiyə vursaq mənfi eləyəcək, mənfini müsbətə vursaq mənfi eləyəcək. Eyni qayda bölmək üçün də keçərlidir. Müsbəti müsbətə vuranda müsbət eləyir. Mənfi ədədi böləndə müsbət eləyir. Qalan hallarda biri mənfi, biri müsbət olarsa, bu zaman nəticə mənfi eləyir. Gəlin baxaq suallara. Məsələn, burada 2 işarəni 1 işarə ilə əvəz eləyəcək. Siz bunu belə yazacaqsınız. 6 üstəgələk 3. Yəni cavab 9. Yəni 2 dənə mənfini vurduqda bir-birinə müsbətləşir. Yenə eyni şeydir. 2 dənə mənfi yan-yana gəlir. Mən bunu 2 üstəgələk 4 kimi köçürdəcəm. Bərabərdir 6. Keçdik bura. 6 çıx 4 bərabərdir 2. Gəlirik bura. Mənfi 8. Müsbət mənfi varsa, yəni müsbəti mənfiyə vuranda mənfi eləyir. Biz bu 2 işarəni 1 işarə ilə, yəni bir dənə işarə ilə əvəzlədik. Mənfi 8 çıx 6. Bunu da əvvəlki dərsdə öyrənmişsiniz ki, mənfi 14-dür. Üstünə də 3 gəlsək, mənfi 11 eləyəcək. Keçdik bu suala. 2 mənfi yan-yana gəlir. Cavab eləyir. 6 çıx 8 üstə gələk 4. Adi qaydaya çevirəndən sonra indi başlayırıq həll eləməyə. 6-dan 8 çıxırıq mənfi 2. Üstünə də 4 gəlsək, müsbət 2. Keçdik bu suala. Baxırıq, görürük ki, burada mötərizə içərisində mötərizə var. Əvvəlcə mötərizənin içərisindəki mötərizəni də həll eləmək lazımdır. 6 üstə gələk 2 yazırıq, çıx 5 bərabərdir. 6 üstünə 2 gəldikdə 8 eləyir. Qabaqda mənfi olduğuna görə mənfi 8 çıx 5 cavab mənfi 13 eləyəcək. Keçdik növbəti misala. Bu 7-ci sual maraqlı sualdır. Mənfi 8. Baxıram, 2 mənfi müsbətləşir. Bir dənə də mənfi olduğuna görə təzədən çıx 2, cavab mənfi 10. Keçdik növbəti misallara. Yenə də təkrarlayıram. Mən bu sualları eləyəndən sonra siz yenə də bu sualları özünüz üçün həll eləyin. Yəni videonu saxlayın. Hətta belə deyək, mən həll eləməmişdən əvvəl videonu saxlayın, özünüz həll eləməyə çalışın. Görün özünüz həll eləyə biləcəksinizmi? 8 üstə gələk 6 çıx 3 üstə gələk 6 bərabərdir. Bura eləyir 14. 14-dən 3 çıxdıqda 11. 11-in üstünə 6 gəldikdə isə 17 eləyir. Keçdik növbəti misala. Baxıram bura, mötərizəni açıram, hələ mötərizənin içində. Bir dənə də mötərizə var, ona görə 8 çıx 2-ni olduğu kimi yazıram, üstə gələk 6. Bu şəkildə yazandan sonra 8-dən 2 çıxıram 6, 6 üstə gələk 6, 12 eləyir. Lakin 12 bu şəkildə alınsa da qabaqda mənfi olduğuna görə mənfi 12 eləyir. Keçdik bu suala. Mənfi 12, 2 işarəni 1 işarə ilə əvəz eləyirik. Yenə 2 işarəni 1 işarə ilə əvəz eləyirik. Mənfi 12-nin üstünə 6 gəldikdə mənfi 6 eləyir. Mənfi 6-nın üstünə 4 gəldikdə mənfi 2 eləyir. Yəni bunu da əvvəlki dərsdə öyrənmiş olmuşsunuz. Keçdik bu birisi suala. 11-ci suala. Mənfi 4 üstə gələk 2 çıx 8 üstə gələk 2. Yəni 2 işarəni 1 işarə ilə əvəzlədik. Bundan sonra asandır. Mənfi 4-ün üstünə 2 gəldikdə mənfi 2 çıx 8. Bu hissə eləyir. Mənfi 10 üstünə də 2 gəldikdə mənfi 8 eləyir. Cavab mənfi 8. Keçdik bu birisi suala. Burada da yenə mötərizə içərisində yenə mötərizə var. Ona görə mən hələ ki ən öndəki mötərizəni saxlayıram və buranı həll eləyirəm. Üstə gələk 2. Baxıram, mənfi 4-ün üstünə 2 gəldikdə neçə eləyir? Mənfi 2. 2 işarə yan-yana yazıla bilməz. Ona görə hələ də mötərizədə saxlamalıyam. Bunun cavabı eləyir müsbət 2. Keçsək bu suala. 8 çıx 7. Baxıram, mənfi müsbət eləyir. Bir dənə də mənfi olduğuna görə yenidən çıx olacaq. Çıx 2, 8 çıx 7 eləyir 1. 1-dən 2 çıxdıqda cavab mənfi 1 eləyir. Keçdik bu birisi suala. 14-cü suala. 2 işarəni 1 işarə ilə əvəzləyək 9. 2 işarəni 1 işarə ilə əvəzləyək mənfi 4. 2 işarəni 1 işarə ilə əvəzləyək üstə gələk 2 bərabər. Niyə görə burada mənfi 4? Çünki müsbəti mənfiyə vurduqda mənfi eləyir. Niyə görə burada müsbət mənfiyə vurduqda müsbət eləyir? 9-dan 4 çıxdıqda 5 eləyir. 5 üstə gələk 2 isə 7 eləyir. Burada 10 tərəfəsi isə asandır. 15-ci sual bəzi uşaqlara çətin gəlir. Gəlin baxaq. Eləməmişdən əvvəl videonu saxlayın, hətta özünüz həll eləyin. 2 üstə gələk 6 olacaq bura. Çıx 12. Bura isə 2 işarəni 1 işarə ilə əvəzləsək çıx 2 eləyəcək. Gəlin baxaq, 2 üstə gələk 6 8 eləyir. 8 çıx 8 çıx 12 çıx 2 bərabərdir. 8 çıx 8 0 eləyir. 0-dan 12 çıxanda zaten mənfi 12 eləyir. 0 çıx 12, yəni nəticəni dəyişdirmir. Mənfi 12 çıx 2 isə mənfi 14 eləyir. Bu qədər, bəsit. İndi isə keçirik
Yəni əməl öncəlik sırasına. Əməl öncəlik sırası nədir? Burada türk dilində yazılır, amma yox, biz bunu tərcümə edirik. Əvvəlcə mötərizə içi həll olunur. Üst və yaxud da ki, kökaltı ifadə, yəni qüvvət üstü və yaxud da kökaltı ifadə həll olunur. Vurma və bölmə vurma və bölmə əməliyyatı icra olunur. Ən sonda isə toplama və çıxma işləmi həyata keçirilir. Bütün yəni əməliyyatlar isə soldan sağa doğru həll edilir. İndi gəlin baxaq bu suala. Məsəl üçün -2-ni 3-ə vururam əvvəlcə eləyir, -6 üstə gələk 4. Bundan əvvəlki dərsdə də öyrənmişik bunun cavabını neçə eləyir. Keçdik bu birisi suala. Siz yenə də təkrar edirəm, hər dəfə bu sualları gördükcə saxlayın videonu özünüz eləməyə çalışın və hətta ev tapşırığı da veriləcək. Ev tapşırığının içərisində bunlar da olacaq. Bunları bir daha özünüz həll edin ki, təkmilləşəsiniz. 2 vur -4 -8 eləyir, çıx 6, cavab -14 eləyir. Keçək 3-cü suala. -2. İndi baxarıq, bax bu məsələyə. Çox vaxt uşaqlar burada çaşır. Mən bax bu çıxı götürdüm olduğu kimi yazdım bura. 4 dəfə -2-ni hesablayıram, eləyir -8. İndi -2, 2 işarəni bir işarə ilə əvəzləyək, üstə gələk 8, bunda cavab eləyəcək 6. Bəzi şagirdləri isə burada nə edir? -2. -4-ü birbaşa -2-yə vurur, üstə gələk 8 yazır. Bu da doğrudur. İndi kim necə istəyirsə elə də öyrənsin. Kimə necə xoşdur elə. -2-ni -4-ə vurduqda müsbət 8, çıx 2 bərabərdir 6. Keçdik bu birisi suala. 5-ci sual. -10 üstə gələk -6. Hə, burada gəlin bunu bir də yazaq. -10 üstə gələk -6 yaza bilmərik. Çünki iki işarə yan-yana belə bu şəkildə gələ bilməz. Ona görə mən bunu mötərizəyə alıram. Və burada nə baş verir? -10 olduğu kimi yazıram. 2 işarəni bir işarə ilə əvəz eləyək. Müsbət mənfiyə vurduqda mənfi eləyir. Çıx 6. -10, çıx 6. İkisi də eyni işarəlidir və toplayırıq işarəsini veririk. -16. Keçdik növbəti suala. 6 dəfə 3 eləyir 18. Burada isə çıxılsın. Bax bu çıxılsın. Həmin burada çıxdı. Olduğu kimi götürmüşəm. 4 vur -3. -12 eləyir və 18 üstə gələk 12 cavab eləyəcək 30. Bura bitdi. Keçirik növbəti 15 dənə suala baxaq. Yəni 7-dən 15-ə qədər baxaq. Cavab buralarda verilib 36 eləməlidir. Gəlin baxaq görək 36 eləyirmi? -6-nı vururuq -5-ə eləyir müsbət 30. Üstə gələk 2 dəfə 6 12. Çıxılsın 2 vur 3 6. Buna da 3-ü adi bir 3-ü mötərizədə yazmaq da olar, yazmamaq da olar. Yəni bu sizi çaşdırmasın. Bərabərdir. 30-un üstünə 12 gəldikdə eləyir 42, 42-dən 6 çıxdıqda cavab 36. Keçdik növbəti suala. 8-ci sual. -3 vur -2, 2 mənfi ədədi bir-birinə vurduqda müsbət eləyir. 6 üstə gələk 6 çıxılsın. Yəni bu çıx. Bax bura yazdım. İndi isə 2 vur -4-ü hesablayacağam. -8 eləyir. İndi isə 2 işarəni bir işarə ilə əvəzləyəcəm. 6 üstə gələk 6, üstə gələk 8. 12-nin də üstündə 8 gəldikdə cavab 20 eləyir. Keçdik növbəti suala. -4 vurulsun, 3 çıx. Burada 3-dən 2 çıxmaq olmaz. Çünki əməl öncəlik sırasına görə 2-ni 5-ə vurmalıyıq. Ona görə də yazıram çıx 10. İndi isə -4 olduğu kimi saxlayıram. Mötərizə içərisindəki ifadəni həll edirəm. 3-dən 10 çıxdıqda -7 eləyir. 2 mənfi ədəd də bir-birinə vurduqda müsbət ədəd eləyir. Müsbət 28 olacaq. Keçdik 10-cu suala. 10-cu suala əvvəlcə diqqətlə baxın. Birinci hardan başlamalıyıq eləməyə? Məsələn, bəzi uşaqlar -5-in üstünə 3 gəlir. Bu yanlışdır. Çünki -5-in üstünə 3 gələ bilmərəm. Çünki 3-ü vurmalıyam hər hansı bir ədədə. Hər hansı bir ədəd dediyimiz mötərizə içərisində yazılmış böyük bir ifadədir. Deməli biz birinci mötərizə içərisində olan ifadəni həll etməliyik. Ona görə bəs mən nə etməliyəm? Yazmalıyam, -5-i hələ olduğu kimi saxlamalıyam, 3-ü də hələ olduğu kimi saxlamalıyam. İndi mötərizənin için biraz sadələşdirməliyəm. 13 çıxılsın. Bax bu çıxı buraya yazdım. 2 vur -3-ü isə -6 şəklində buraya yazıram. Hələ bura hazır olana qədər köhnə yerləri bir daha yazmalıyam. -5 üstə gələk 3 vurulsun. 13 üstə gələk 6. Hələ ki mötərizənin içərisi hazır olmayıb. Yenə də olduğu kimi yazıram əvvəlki şeyləri. -5 üstə gələk 3 vurulsun. 13-ün üstünə 6 gəldikdə 19 eləyir. 19 dəfə 3-ü hesablayacağıq. -5 üstə gələk 19-u 3-ə vurduqda eləyir 7 2 yadda 30 57 və bu da eləyir cavab müsbət 52. -5-in üstünə 57 gəldik, cavab eləyir müsbət 52. Keçdik bu 11-ci suala. Yenə də bəzi şagirdlər 16-dan 2 çıxır. Olmaz belə bir şey eləmək. Çünki 16 çıxılsın 2. 2-ni vurma gözləyir. Nəyə vurum? Bax bu mötərizənin içərisində. Burada da 4-dən 4 çıxmaq olmaz. Birinci vurma işi
həll olunur, vurma əməliyyatı icra olunur. Ona görə 4 çıxılsın, 16 üstə gəlinsin 4 yazılır. İndi isə 4-dən 16 çıxıram, yəni əvvəlcə mötərizənin içini həll eləməliyəm. Ona görə əvvəlki ifadəni olduğu kimi yenə yazıram, ta ki mötərizənin içərisi hazır olana qədər. 4-dən 16 çıxanda bu isə eləyir -12, -12-nin üstünə 4 gəldikdə -8 eləyir. Ona görə olduğu kimi yazdım. İndi isə bunu necə yazmaq olar? 16 birbaşa üst-üstə gələk 16-da yazmaq olar. Çünki -2 vur -8 kimi də baxmaq olar və yaxud da belə də baxmaq olar. Bu çıxı buraya yazdım. 2-ni -8-ə vururam. -16 eləyir. Zaten 2 mənfi işarə yan-yana gəldiyi üçün müsbətləşəcək. 16 üstə gəlinsin. 16 bərabərdir -32 eləyir. Keçdik 12-ci suala. 8-dən 2 çıxsaq eləyəcək 6. 6-nın üstünə 3 gələndə 9 eləyəcək. İndi onu yadımızda saxlayarıq, eybi yox. 6-dan 2 çıxırıq 4. 4-dən 3 çıxıram 1 eləyir. 6 üstünə 3 gəldikdə 9 eləyir. 9 dəfə 1 isə yenə də 9 eləyir. Keçdik növbəti suala. Belə. 13-cü suala baxırıq. 13-cü sualda nə deyir? Baxaq görək necə həll edir. Hardan başlamaq lazımdır? 13-cü suala ümumi bir dənə baxdıqda görürük ki, əvvəlcə mötərizənin içi həll olunmalıdır. Mötərizənin içi həll olunandan sonra bəs -8-dən çıxa bilərəmmi? Xeyr, çünki burada vurma 2 gözlənilir. Ona görə də mən əvvəlcə mötərizənin içini, sonra 2-yə vurmanı eləyəcəm. Ən sonunda -8-dən bu ifadəni çıxacam, sonra isə üstünə 5 gələcəm. Çünki burada 2 dənə mənfi yan-yana gəlib. İndi gəlin başlayaq. Haçan ki mötərizənin içi və bu vurma 2 hazır olana qədər mən bu hissəni olduğu kimi yazmalıyam. Çıxılsın. Yazıram -18 çıx 8 vur 2. Burada artıq üstə gələk 5 yazıram. Çünki 2 mənfi yan-yana gəlir. Hələ ki bu ifadə hesablanıb bitməlidir. Sonrası 2-yə vurulmalıdır. Bu hissə bizə eləyir -26 verir. Gəlin baxaq. -8 çıxılsın. Bu -26-nı əvvəlcə 2-yə vurmalıyam. Eləyir -52 üstə gələk 5. İndi isə deməli burada 2 mənfi müsbətləşəcək. Yəni 2 işarə yenə yan-yana gəlir. Ona görə üstə gələk 52, üstə gələk 5 yazacağam. -8-in üstünə 52 gəldikdə 44 eləyir. 44-ün üstünə isə 5 gəldikdə bu da eləyəcək 49. Bax görək cavab düzdür? Əlbəttə ki, düzdür. İndi keçdik növbəti suala, 14-cü sual. Burada da yenə birinci mötərizə içi həll olunmalıdır. Ona görə 8 çıxılsın, 6 vurulsun. Mötərizə içərisində də birdən 4 çıxmaq olmaz. Çünki burada vurma əməli daha üstün əməldir. Ona görə birinci onu həll eləmək lazımdır. 1 çıx 8 yazacağam və çıxılsın. 2-ni -5-ə vurduq. Bu çıx, bax bu çıxdı, buradakı çıxdı. 2-ni -5-ə vurduqda isə -10 eləyir, onu da yazdıq. İndi gəlin baxaq. 8 çıxılsın, 6 vurulsun, -7. Çünki birdən 8 çıxdıqda -7 eləyir. Bura isə üstə gələk 10 yazacağam. İndi isə gəlin bu ifadəni həll eləyək. 8 çıxılsın, -42. Çünki 6 dəfə -7, -42 verir. Sonra isə 2 işarəni 1 işarə ilə əvəz eləyəcək. 8 üstə gələk 42 üstə gəlinsin. 10, 8 üstə 42 gəldikdə 50, 50 üstə gələk 10, cavab eləyəcək 60. Keçdik 15-ci suala. 15-ci sual qıraqdan şagirdlərə çox çətin görsən, lakin asan sualdır. -3-ü -6-ya vuraq, müsbət 18. Çıxılsın 2 vurulsun. Əvvəlcə mötərizənin içərisini həll eləmək lazımdır. Mötərizənin içərisində də bir dənə də mötərizə var. Ona görə onu da həll eləmək lazımdır. Ona görə biz bura üstə gələk 3 yazırıq. Neynədik? 2 işarəni 1 işarə ilə əvəz elədik. 18-dən 2 çıxmaq olarmı? Olmaz. Çünki əvvəlcə 2-ni vurmalıyam. Bax, buradakı ədədə. 18 çıxılsın, 2 vurulsun, -3. İndi nə edəcəyik? Yazıram 18 çıx, həmən çıxdı. 2-ni -3-ə vurduqda -6 edir. 2 işarə, 1 işarə ilə əvəz olunur. 18 üstə gələk 6, cavab eləyəcək 24. Bu da belə. Deməli, təməl qavramlarda adi kəsir xəttinin, yəni nə demək olduğunu uşaqlara başa salırıq. Belə deyək də, məsələn, biz həmişə yazırdıq 15 bölünsün 5 cavab eləyir 3. Artıq bunu belə də yaza bilərsiniz. 15 böl 5 cavab 3. Zaten kəsir xətti bölmə demək. Siz kalkulyatorlarda da görmüsünüz ki, bölmə işarəsi budur. Bu nə deməkdir? Kəsirin surətidir, bu da məxrəcidir. Yəni, kəsir xətti surətin məxrəcə bölünməsidir. Keçək suallarımıza. Məsələn, 12 böl 3 4 eləyir. 8 4-ə böldükdə 2 eləyir. 4 üstə gələk 2, cavab eləyəcək 6. 15-i böldük 3-ə 5 eləyir. 4-ü böldük 2-ə 2 eləyir. 5 çıx 2, cavab eləyir 3. Mən bunu eləmək istəmirəm, çünki çox sadədirlər. Siz hamısını həll eləyərsiniz. Gəlin biraz mürəkkəblərinə baxaq. Məsələn, baxaq bura. Hətta burada çox asan oldu. Gəlin bura baxaq. 8 dəfə 6 48 eləyir.
48-i 12-yə böldükdə birbaşa 4 yazmaq olar. 8 dəfə 5 40 eləyir. 40-ı da 10-a böldükdə 4 eləyir. Yəni bu şəkildə 4 çıx 4 yaza bilərsiniz. Cavab 0. İndi bəzən uşaqlar bilmir ki, buradakı 6-nı nəyə vursun. 6-nı nəyə vurmalı olduğunu şagirdlər bilmir. 6-nın məxrəci 1-dir. Çünki 6 böl 1 təzədən 6 verir. Kəsiri vurarkən sürətə vururlar, məxrəci də məxrəcə vururlar. Dolayısıyla mən burada 6-nı 12-yə yox, ümumiyyətlə belə şey eləyə bilmərəm. Ancaq sürətə vura bilərəm. 6 dəfə 4 24 eləyir, 24 bölü 12. Üstəgələ eyni məntiqlə 4-ü 10-a vurmaq olar, 40 bölünsün 8. O 24-ü 12-yə böldükdə 2 eləyir, 40-ı 8-ə böldükdə 5 eləyir. Ona görə cavab 7 eləyəcək. Digər suallar da onun kimidir. 24-dən 12-yə çıxacaqsınız, 6-ya böləcəksiniz, 18-dən 6 çıxıb 2-yə böləcəksiniz, bu şəkildə davam eləyəcəksiniz. Buralar çox asandır. İndi isə gəlirik vurmanın paylama qanununa. Gəlin vurmanın paylama qanunu haqqında danışaq biraz. Vurmanın paylama qanunu nədir? Məsələn, 2x üstəgələ y üstəgələ z. Burada 2 hər bir həddə vurulmalıdır. 2x üstəgələ 2y üstəgəlinsin 2z. Məsələn, başqa bir nümunə. 2, 5 üstəgələ 3 üstəgələ 4. Məsələn, gəlin adi qaydada hesablayaq görək necə olur. 8-in üstünə 4 gəldikdə 12 eləyir, 12-ni də 2-yə vurduqda 24 eləyir, düzdürmü? İndi gəlin baxaq görək vurmanın paylama qanunu necə işləyir. Deməli, 2 vur 5 yazmalıyam. Üstəgələ 2 vur 3, üstəgələ 2 vur 4. Yəni, mötərizə içərisindəki hər bir həddə vurmalıyam. 2 vur 5, 10 eləyir. 10 üstünə 6 gəlir, 16, üstünə 8 gəlirik. Eləyəcək 24. Eyni nəticədir. İndi isə bəzi nüanslara baxaq. Mənfi, müsbət olduqda necə eləmək olur? Məsələn, mənfi 2 vuraq, mənfi a üstəgələ b çıx c bərabərdir. Mənfi 2-ni mənfi a-ya vurduqda müsbət 2a eləyir. Mənfi 2-ni müsbət b-yə vurduqda mənfi 2b eləyir. Mənfi 2-ni mənfi c-yə vurduqda isə artıq üstəgələk 2c verir. Bunu şagirdlər başa düşməlidir ki, əgər mən mötərizənin kənarında olan ifadəni, yəni bir hədlini digər hədlərə vururamsa, işarətə diqqətli olmalıyam. Yəni, bunu necə gəldi vurub açmaq olmaz. Məsələn, buna aid bir başqa nümunəyə də baxaq. Məsələn, mənfi 2 vuraq, 6 çıx x. Gəlin, baxaq görək necə vurulur, açılır. Mənfi 2-ni 6-ya vuracaq. Mənfi 12, mənfi 2, mənfi x-a vuracaq. Üstəgələk 2x verəcək. Çünki mənfini mənfiyə vuranda müsbət verir. Bu ifadə nə etmək olar? Artıq heç nə. Çünki mənfi 12 ilə yəni 2x-i toplamaq olmaz. Gələcəkdə bir hədli, çox hədli mövzular keçəndə bunu tam başa düşəcəksiniz ki, bunlar tamamilə başqa hədlərdir və bunları toplamaq olmaz. Bu məlumdur, bu isə məchuldur. Bəziləri mənfi 12 üstəgələ 2, mənfi 10 yazır. Bu tamamilə kökündən yanlışdır. Biz ədədlərlə ədədləri, x dəyişənləri ilə x dəyişənlərini toplayırıq. İndi isə keçək. Məsələn, bu suala. Burada da gördüyümüz kimi, baxın yazılıb a vuraq x üstəgələ y, yəni ax üstəgələ ay vurmanın paylama qanunu. Hər ikisinə payladıq. İndi isə keçirik bu suala. Məsələn, burada necə eləmək olar? 2-ni vururuq x-a, 2x, 2-ni vururuq mənfi 2-yə, çıx 4, üstəgələk 3x. Burada 2x-la müsbət 3x-i toplayırıq 5x və bu mənfi 4-ü isə sadəcə olaraq yazırıq. 5x çıx 4. Hətta belə də yazmaq olardı. Birinci mənfi 4-ü yazmaq olar, sonra isə müsbət 5x-i yazmaq olar. Bu ifadə ilə bu ifadə eynidir, ekvivalentdir, heç bir fərqi yoxdur. Toplananların yerini dəyişdikdə çünki cəm dəyişmir. Keçsək bu suala baxaq. 2x olduğu kimi yazıram. Mənfi 3-ü 4-ə vururam. Mənfi 12. Mənfi 3-ü mənfi x-a vururam. Üstəgələk 3x. Yəni, çünki bu mənfi 3-dür. İndi gəlin baxaq. 2x və müsbət 3x toplanılır. 5x yazılır. Mənfi 12 neyək? Heçin arxasına yazaq, olsun mənfi 12. Bu şəkildə saxlanılır. Buna deyirlər riyazi ifadə. Dəyişənli olan riyazi ifadə. Keçsik bura. 6 çıx. 3 dəfə 2. 6. Mənfi 3. Vur mənfi x. Artıq müsbət 3x eləyəcək. Üstə gələk. 5x. Gəlin baxaq görək. Nə verir? 6 çıx 6. Ümumiyyətlə islah olur. 3x üstə gələ 5x isə 8x vermiş olur. Keçdik 4-cü suala. Mənfi 9a çıxaq. 2-ni vurduq a-ya. Mənfi 2a. Mənfi 2-ni mənfi 2-yə vururuq. Müsbət 4. Mənfi 3-ü müsbət 3-ə vururuq. Mənfi 9. Mənfi 3-ü mənfi a-ya vururuq. Üstə gələk 3-a. Videonu saxlayın. Hər dəfə eləməmişdən əvvəl siz də hər növbətisini eləməyə çalışın. Çünki bu çox vacibdir. Siz sərbəst şəkildə bunları eləməlisiniz. Mənfi 9 çıx 2a nə verəcək? Bir düşünək. Mənfi 11a.
Mənfi 11A burada da üstə gələk 3A var. Bunlar nə verəcək? Mənfi 8A. Çünki böyükdən kiçik çıxıb böyük işarəsini yazıram. Ona görə də mən artıq A-ların üstündən xətt çəkirəm. Birbaşa mənfi 8A yazıram və daha bundan sonra A-lar barəsində düşünməyəcəm. İndi ədədlərə keçirik. 4 və mənfi 9. Bu əlaqə bizə nə verir? Mənfi 5 verir, düzdürmü? Müsbət 4 çıx 9, mənfi 5. Nə edirəm? Elə buraya yazıram mənfi 5. İfadə bu şəkildə də qalır. Mənfi 8A çıx 5. Gördüyünüz kimi burada da doğru cavabı almış olduq. Özümüzü yoxladıq. 5-ci suala keçək. Gəlin, başlayaq bir-bir. 2 dəfə 6, mənfi 12, mənfi 2, vur mənfi A. Nə eləyəcək bu? Müsbət 2A. Mənfi 3 vur 1, çıx 3, mənfi 3 vurduq mənfi 2A-ya, müsbət 6A bərabərdir. Baxaq görək burada nə baş verir. Əvvəlcə istəyirsə ədədləri eləyək, fərq eləməz. 5-dən çıxıram 12-ni, mənfi 7 eləyir. Mənfi 7-dən də 3 çıxdıqda, yəni yan-yana yazıram, özünüz başa düşəsiniz. Mənfi 10 eləyir. 2A və müsbət 6A. Görürsünüz, burada ikisi də müsbətdir. Bunlar isə müsbət 8A verir. Bu ifadəni belə də yazmaq olar və yaxud da 8A müsbətdir. Belə bu şəkildə çıx 10 da yazmaq olar. Yəni bu şəkildə də yazmaq olar. Eyni məntiqdir, yəni eyni şeydir. Və yaxud da müsbət 8A-nın yerinə adi 8A çıx 10 da yazmaq olar. Çünki ədədin qarşısında müsbət işarəni yazmaq da olar, yazmamaq da olar. Əgər o başda gələrsə. Bu bayaq öyrəndiyimiz dərs sahədə 12-ni 3-ə bölürük. Birbaşa bunun yerinə 4 yazaq. 4 çıx x, çıxaq 2, bıraq x üstə gələk 1, bərabərdir. Gəlin əldə eləyək 4 dəfə 4. Müsbət 16, 4 dəfə mənfi x, mənfi 4x, mənfi 2-ni vursaq x-a, mənfi 2x, mənfi 2-ni müsbət 1-ə vursaq, mənfi 2, bərabərdir. Gəlin görək nə eləyəcək? 16 çıx 2 bizə verir 14. İndi isə buralara baxırıq. Mənfi 4x, mənfi 2x. İkisi birlikdə mənfi 6x. Çünki biz bilirik ki, eyni işarəli hədləri topladıqda, daha doğrusu islah elədikdə, onlar ədədi qiymətləri toplanılır və işarəsi verilir. Keçdik bura. Burada 2x çıx 11x də yazmaq olar. Amma 2-dən 11-i də birbaşa çıxmaq olar. Mənfi 9 eləyir. Birbaşa mənfi 9x də yazmaq olar. Keçdik bura. 3 dəfə 2, mənfi 3 daha doğrusu vurulsun 2x, mənfi 6x, mənfi 3 vuraq, mənfi 6, müsbət 18. Çox diqqətli olun, siz bax bu şəkildə vurub açanda bərabərdir. Videonu saxlayın, bundan sonrasını özünüz həll edin hər dəfə. Ümumiyyətlə, hər sualı, təzə sualı keçdikdə videonu saxlayıb özünüz həll eləməyə çalışın və sonra bir dənə yoxlayın görün müəllimin yazdığı ilə, yəni mənim yazdığımla sizin yazdığınız eyni olurmu? Mənfi 9x çıx 16x. Mənfi 15x eləyir, müsbət 18, mənfi 2. Bunların qarşılıqlı əlaqəsi bizə müsbət 16 verir. Mən bunu belə də yaza bilərəm. 16-nı, müsbət 16-nı qabaqda yazaram. Mənfi 15x-i sonra da yaza bilərəm. Yəni bu ifadə ilə bu ifadə də eynidir. Baxa görə cavabda hansını verib? Cavabda mənfi 15x üstə gələn 16 verib. Heç bir fərqi yoxdur. Həmən məntiqlə gəlin bura baxaq. 6-dan 2 çıxdıqda 4 eləyir. 12-ni 4-ə böldükdə 3 eləyir. Ona görə mən yazacağım bu boyda kəsrin yerinə 3 vuraq. Mənfi x üstə gələk 2. Eyni məntiqlə 3 vur 4, 12 eləyir. Böldü 2, 6 eləyir. Bura 6 vuraq x üstə gələk 1 yazıram. Sonra isə bayaqçı qaydada açıb. 3-ü vuraq mənfi x-ə, mənfi 3x. 3-ü vuraq 2-yə, müsbət 6. Mənfi 6-nı vuraq x-ə, mənfi 6x. Mənfi 6-nı vuraq müsbət 1-ə, mənfi 6. Bərabərdir. Mənfi 3x çıx 6x. Bunlar bizə verir mənfi 9x. Müsbət 6 çıx 6. Nə verir? Heç nə. 0. Bunlarla islah gedir. Cavab nə oldu? Mənfi 9x. Keçdik növbəti suala. Hər ikisinə vurmalıyıq. 2x çıx 2y. Mənfi 3-ü vururam x-a, mənfi 3x. Mənfi 3-ü müsbət y-ə vururam. Bu da eləyir mənfi 3y. Bərabərdir. İndi x-ları 1 əldə eləyəcəm. Y-ləri isə 1. 2x-dan çıxıram 3x-i. Mənfi 1x də yazmaq olar. Mənfi x də yazmaq olar. 2y, mənfi 2y düz oxumaq lazımdır əvvəlcə. Mənfi 2y çıx 3y isə gəlin yan-yana yazaq görək nə olur. Görürük ki, eyni işarəlidir, toplanılıb işarəsi yazılmalıdır. Ona görə də olacaq mənfi 5y. Cavaba baxaq. Bəli, cavab da doğruymuş. Bu da bayaqki sual tipindəndir. Özünüz həll edərsiniz. Bu da bayaqki sual tiplərindəndir. Yəni burada fərqli heç bir şey yoxdur. Gəlin bura baxaq 12-ci suala. 6-nı böldü 3-ə 2 eləyir. Lakin qabaqda mənfi var. Yadımızda saxlayaq. Mənfi 2, mənfi x üstə gələk 2. Mötərizən olduğu kimi yazıram. Burada nə edəcəyik? Mənfi deməli, 2-ni mənfi 3-ə vurduqda mənfi 6 eləyir. 42-ni mənfi 6-ya böldükdə mənfi 7 eləyir. Qabaqda bir dənə də mənfi olduğuna görə mən bura 7 vuraq x üstə, daha doğrusu x çıx
1 yazacağam. Yəni müsbət 7 oldu. Bax, bu mənfi ilə bu mənfi müsbətləşir artıq. İndi isə vurub açıram. Mənfi 2-ni mənfi x-ə vuranda müsbət 2x eləyir. Mənfi 2-ni müsbət 2-yə vuranda çıx 4 eləyir. Müsbətə vuranda müsbət eləyir. Müsbəti mənfiyə vuranda yenə mənfi eləyir. Gəlin baxaq. 2x və müsbət 7x nə verəcək? 9x təbii ki. Mənfi 4 çıx 7 nə verir? Mənfi 11. Məsələn 11-dir. Ehtiyac varmı? Bilmirəm. Özünüz həll edirsiniz bu ifadəni. Yaxşı, gəlin həll edək istəyirsiniz. 18 çıxaq 3x. Niyə görə 3x? Mənfi 3-ü vurdum x-a. Mənfi 3x eləyir. Mənfi 3-ü mənfi 6-ya vurduqda müsbət 18. Burada bəs necə eləyir? Bura mənfi 2x eləyir. Qabaqda bir dənə də mənfi var. Müsbət 2x eləyir. Gəlin baxaq. 18 üstə gələk 18 birbaşa 36 eləyir. İkisi də müsbətdir. Diqqət eləyin. Burada mənfi 3x-dir. Burada isə müsbət 2x-dir. Mənfi 3-ün üstünə 2 gəldikdə nə verir? Gəlin yadımıza salaq. Mənfi 1 eləyir. Ona görə mənfi 1x də yazmaq olar və yaxud da ki, elə 36 çıx x də yazmaq olar. Bunlar ikisi də eynidir. Bəs bu nədir? Gəlin yuxarını vuraq açaq. 2x çıx 6. Bunu da vururam açıram. Mənfi 12. Mənfi 3-ü mənfi 2x-ə vurduqda müsbət 6x. İndi aşağıda 2 mənfi yan-yana gəldiyi üçün 1 üstə gələk 1. Yəni burada cavab eləyəcək 2. İndi isə keçirik suallarımıza. 2x-in üstünə 6x gəldikdə 8x eləyir. Mənfi 6 çıx 12 isə mənfi 18 eləyir. Bəs mən bunu 2-yə necə bölüm? Gördüyünüz kimi cavab 4x çıx 9 verib. Yəqin ikisini də bölüb. Bəli, ikisini də bölüb. Lakin gəlin biz başqa bir şey eləyək. Buradan məsələn 2-ni çıxardaq mötərizə xaricinə görək nə olur? 4x çıx 9 eləyir. Bölür 2-yə. Ortaq vurğu mötərizə xaricinə çıxartdıq. Yenə cavab 4x çıx 9 qaldı. Və yaxud da ikisini də belə gedə bilərsiniz. Bu sualda eynən həmən sualdandır. Ortaq vurğun mötərizə xaricinə çıxarılması. Hələlik bu dərsi öyrənməyəcəyik. Bu dərsi çox ədillərin vurğuları ayrılmasında öyrənəcəyik. Yeri gəlmişkən, əgər bu mövzudan sualların içərisində düşərsə, hələ ki həll eləməyin. Keçək. Adi kəsirlərlə sadə tanışlıqdır. Hələ adi kəsirlər dərsi qarşıda öyrəniləcək. Bunları amma bilməyiniz vacibdir. Kəsirlər mövzusuna biraz baxaq. 3-də 1 üstə gələk 2-də 1. Ümumiyyətlə kəsiri necə toplayırlar? Bəzi şagirdlər elə bilir ki, 3-dən 2-ni 1-dən 1-i toplayırlar. Bu yanlışdır. Ortaq məxrəc gətirmək lazımdır. Ortaq məxrəc nədir? 3 və 2-nin bölündüyü ədəddir. Bu 6-dır. İndi məsələ burasındadır ki, mən bunu necə 6 eləyim? Təbii ki, hər ikisini 2-yə vurmaqla. Çünki mən bunu 6 eləmək üçün 2-yə vururamsa, onda mütləq şəkildə sürətini də vurmalıyam. Onda eləyəcək 6-2. Niyə bəs məxrəc və sürət ikisini də vururam? Çünki kəsirin əsas xassəsi ondan ibarətdir ki, kəsirin sürət və məxrəcini eyni ədədə vurduqda kəsir dəyişmir. Lakin siz onun məxrəcini vursanız, sürətini vurmasaz, yəni birini vurub birini vurmasaz, bu zaman kəsir tamamilə dəyişəcək və bu yanlış bir şeydir. 2-də 1-i isə 6-ya gətirmək üçün hər ikisini 3-ə vurmaq lazımdır. Bu da eləyir 6-da 3 və ikisini topladıqda 6-da 5. Keçdik bu birisi suala. Hər ikisinin məxrəcini 10 eləyə bilərik. Ona görə bunları 2-yə vururam. Bunları isə 5-ə vururam. 10-da 6 çıxılsın 10-da 5. Bu da eləyəcək 10-da 1. Keçdik növbəti suala. Hamısını 3, 2, 6 hamısını 6-ya gətirə bilərəm. Ona görə bunları mən 2-yə vuracam. Bunları 3-ə vuracam. Bunu isə heç nəyə vurmayacam. Olub da, onsuz olduğu kimi qalıb da 6-da qalıb. 6-da 4 üstə gələk. 6-da 3 üstə gələk. Daha doğrusu çıxılsın 6-da 1. Məxrəclər eynidir deyə bir dənə 6 yazıram. Ancaq sürətləri toplayıb çıxıram. 4-ün üstünə 3 gəldikdə neçə eləyir? 7. 7-dən 1 çıxdıqda eləyir 6. 6-da 6 bəs neçə eləyir? Cavab 1 eləyir. Gördünüz ki, burada 1. Çünki 6-nı 6-ya böləndə 1 eləyir. Bayaqları öyrəndik ki, kəsir xətti bölünməməli deməkdir. Növbəti suala baxaq. 4, 5, 3. Artıq bu sualı siz özünüz həll eləyərsiniz. 4, 5, 3-ə bölünən ədəd neçədir? Bunu hissə-hissə fikirləşmək lazımdır. 4 ilə 5-ə 20-dir. 20 ilə 3-ə isə 60-dır. Deməli, hamısını 60 eləmək lazımdır. 60 eləmək üçün 4-ü neçəyə vurmaq lazımdır? 15. Onda siz bunu da 15-ə vurarsınız. Bunu 60 eləmək üçün 12-yə vurmaq lazımdır. 12, 12, ikisini də 12-yə vurun. Bunu isə 60 eləmək üçün hər ikisini 20-yə vurun, geçsin. Sonra isə alınan nəticəyə baxın.
2-nin üstünə 4-də 1 necə gələ bilərəm? 2-nin altına atıram 1. Çünki əgər məxrəc yoxdursa, məxrəcə 1 yazmaq olar. İndi istəyirəm ki, məxrəc 4 olsun. Necə eləyim 4 olsun? 4-ə vuraram da. Və sürət məxrəci 4-ə vururum. 4-də 8, üstə gələk 4-də 1. Cavab 4-də 9. Yenə altına 1 atıram. İstəyirəm ki, bunun məxrəci 3 olsun. Yəni 1 ilə 3 ortaq məxrəci 3-dür. 3-ə vururam. 3-də 9 çıx, 3-də 1, cavab eləyəcək, 3-də 8. Keçdik növbəti suala. Yenə deyirəm, kəsir dərsi ilə növbəti dərslərdə daha yaxından ətraflı tanış olacaq. Hələ ki, bu sadə üzdən ötəri təməllər də hələ ki, çünki bu çalışmaları həll eləmək üçün bunları bilməlisiniz. Kəsirlər dərsi isə daha dolğun, daha gözəl şəkildə keçiriləcək. Bundan sonraki mövzular. 6 ilə 4 ixtisar getdikdə 2, 3 burada qalır. 5 ilə 15, ikisini də 5-ə böldükdə 1, 3 burada qalır. 3-ü 3-ə vurduqda 9, bölünsün 2. Deməli, kəsiri kəsirə vurarkən nə edirik? Kəsirin sürətinə, məxrəcin məxrəcinə vururuq. Əgər əvvəlcə ixtisar varsa, ixtisarı aparırıq, sonra isə vurmaq daha məsləhətdir. Burada daha çox vurma bölmədən danışacağıq. Gəl baxaq. Məsələn, burada 5-də 2-dən 3-də 8 çıxmaq olarmı? Olmaz. Çünki bayaqları əməl öncəlik sırasını öyrəndik ki, birinci vurma deməli əməliyyatı icra olunur. Ona görə 5-də 2-nin olduğu kimi saxlayıram. Gəlin 3-də 8-i görək 4-də 6-ya vuranda neçə eləyir ona baxaq. 3 ilə 6 ixtisar gedir, burada 2 qalır. 4 ilə 8 ixtisar gedir, burada 2 qalır. Aşağılarda nə qalmışdı? 1. Ona görə 1-də 4 yazıram. İndi isə ortaq məxrəci gətirməyin vaxtıdır. 5 ilə 1-i ortaq məxrəci neçədir? Elə 5-dir. Ona görə ikinci kəsirin sürət məxrəcini 5-ə vururam. Bayaq öyrəndiyimiz qaydada 5-də 20. 5-də 2-dən 5-də 20 çıxdıqda 5-də mənfi 18 eləməlidir. Bir qayda olaraq bunu yadınızda saxlayın ki, kəsirə vurarkən, bölərkən ortaq məxrəci gətirməyə ehtiyac yoxdur. Ortaq məxrəc yalnız kəsirləri toplayarkən və çıxarkən, toplayarkən və çıxarkən lazım olur. Vurma bölmədə ehtiyac olmur. Məsəl üçün, burada mən böləcəm, gəlin baxaq. Bölmə necədir? Kəsiri kəsirə bölərkən nə edirik? Qayda necədir? A bölü B bölünsün C bölü D. Uşaqlar, birinci kəsir olduğu kimi qalır A bölü B. İkinci kəsir isə tərsinə vurulur. D yuxarıda, C aşağıda. Bu şəkildə vurulur. Vurmanın qaydası necə idi? A vur D, heç nə. Yan-yana vurursunuz, gedir. A vur D, B vur C. İxtisar varsa da ixtisar aparsın sonra. İndi məsəl üçün, burada 3-də 20 olduğu kimi qalmalıdır. Mən yazmalıyam, vurulsun 15-də 6. Çox sadədir. İndi 15 ilə 6-nı aparam, ikisini də 5-ə ixtisar. Hər ikisini 5-ə bölsək 4, burada qalacaq 3. Sonra nə edeyim? 6 ilə bu 3-ü apara bilərəm, 2 qalır. Artıq 4, 2, yəni aşağıdakı kəsirlərin məxrəcləri ixtisar getmir. Ona görə mən məcburam ki, 4-ü 2-ə vurum 8 və aşağıda isə 3-ü 1-ə vurum, elə 3 yazım. Bu şəkildə. Keçdik növbəti suala. Bunu necə əldə eləmək olar? Yenə olduğu kimi saxlayıram. Mən eləməmişdən əvvəl bir də təkrar edirəm. Hər dəfə sual saxlayın, özünüz həll eləməyə çalışın. 18 ilə 56 baxaq görək ixtisar gedirmi? Təbii ki, gedir. Neçəyə aparacaq ixtisar? 2-yə böləcəyik. 2-yə bölsək 28, əgər mən 12-yə bölsəm 9 eləyir. Artıq burada ixtisar heç bir şey yoxdur. 14 ilə 7 gedəcək 1, 14-ü 7-yə böldükdə 2 eləyir. 28 ilə bəs 2 gedirmi? Gedir əlbəttə, burada qalır 7. Başqa cür ixtisarlar da ola bilər. Siz özünüz də öz bildiyiniz kimi yaza bilərsiniz. Riyaziyyatda vahid yol deyə bir şey yoxdur. Deməli, burada 28-i 2-yə böldükdə 14 qalmışdı uşaqlar. 14-ü 1-ə vurduqda isə 14 eləyir. Olur bəzən belə səhvlər. Siz çalışın, diqqətli olun. İndi isə keçirik bu suala. Birinci bölmə əməli həll olmalıdır. Ona görə 5, 12 vuraq. 15-də yox, 6-da 15 yazıraq. Çıxaq 2-də 3. Biraz sürətləndirək artıq. 1, 2, 3, 1, yəni hər ikisini 5-ə böldüm. 1-də 6 yazıram, çıxılsın 2-də 3. Mən baxıram, görüm bu məxrəci 1-dir, burada isə 2-dir. Ona görə bunları ikiləşdirmək üçün 2-yə vurdum hər ikisini. 2-də 12 çıxaq 2-də 3, cavab eləyəcək 2-də 9. Belə mi qalır? Bəli, belə qalır. Kəsir xətti nə demək idi? Bayaq öyrəndik. Bölünmə əməli, düzdürmü? Dedik, kalkulyatorlar da belə bu şəkildə. Nəyə bölürdük? Yuxarıdakını, aşağıdakını. Ona görə yazıram 3-də 2 bölünsün 15-də 4.
Amma mən bu şeyin tərəfdarı deyirəm, biraz uzunsuluq olur. Elə bölmədsə, gəlin birincini, yəni yuxarıdakını o birisinin tərsinə vuraq da. Zaten bundan sonra da tərsinə vurmayacaqdıq mı? Yəni, bölmə əməlini necə eləyirdik? Vururduq tərsinə. Lakin burada bunu tərsinə vursaq daha yaxşı olar, daha tez olar. 3 ilə 15 ixtisar getdi 5 qalacaq. 4 ilə 2-ni yaparsaq ixtisara 1, 2 qalacaq. 2-də 5. Yenə bu da eyni əməliyyatdır. Sözünüzü həll edərsiniz. Bu da eyni əməliyyatdır. Siz nə edəcəksiniz? Bu kəsri böləcəksiniz. Bu kəsri böləcəksiniz. Sonra aldığınız nəticələri toplayacaqsınız. Gəlin baxaq istəyirsiniz. 20-də 12 vurulsun 4-də 10. Yenə də deyirəm, məndən qabaq deməli eləməyə çalışın. Özünüz həll eləməyə çalışın və özünüzü yoxlayın. 20 ilə 11 başa hər ikisini 10-a bölə bilərik. 2, 1. 4 ilə 12-ni birbaşa bölə bilərik. Burada qalır 3. Ona görə mən birincinin cavabını 2-də 3 aldım. Üstə gələk. 24 birbaşa 8-ə bölünür. 3 qalır. 20 ilə 15-in hər ikisini 5-ə bölsəm əgər, burada 4 qalacaq, burada isə 3 qalacaq və alacaq cavab 4-də 9. Artıq ixtisar heç nə getmir. 3 vur 3 qalır burada. İndi bu birinci kəsrlə ikinci kəsri toplamaq üçün görürəm ki 2 və 4 ortaq məxrəc elə 4-dür. Ona görə birinci kəsrin hər ikisi sürət və məxrəcini 2-yə vururam. 4-də 6, üstə gələk 4-də 9. Bu da eləyəcək bizdə 4-də 13. Bu şəkildə yenə də bunu buna böləcəksiniz, çıxacaqsınız, hələ burada dayanırsınız. Bunu da buna böləndən sonra çıxırsınız. Özünüz həll etməyə çalışın. 15-ci sualın cavabı burada yazılıb. Özünüz düz həll etməyə çalışın. İndi isə keçirik tənlik mövzusuna. Ən sadə tənliklər. Şagirdlər, tənliklər riyaziyyatın ən vacib mövzusudur. Tənliklər həll edən şagirdlər məsələlər həll edə bilir, məsələlər, modellər qura bilir və daha çox şeylər həll edə bilir. Ümumiyyətlə, tənlik həll eləmək bildiyiniz bir riyaziyyatda sehirli çubuqdur. Nə qədər şeylər əldə edə bilərsiniz. Ona görə də tənliklər mövzusunda diqqətli olun. Tənlik necədir? Gəlin baxaq. X üstə gələk 5 bərabərdir, məsəl üçün 7. Çox sadə tənliklər yazacağım, gəlin diqqətlə baxaq. X çıx 5 bərabərdir 3. 2 vurulsun x bərabərdir 8. X bölünsün 2 bərabərdir, məsəl üçün 3 yazaq. Baxın. Bu bölməni kəsr xətti ilə yazsaq daha yaxşı olar. Hamı bilir ki, burada 2 eləyir də cavab. X-i tapmaq üçün nə etmək lazımdır? 7-dən 5 çıxmaq lazımdır. X bərabərdir 2. Deməli, nə öyrəndik? Öyrəndik ki, əgər bir həddi bərabərliyin sağ tərəfinə keçirdiriksə, o müsbətsə mənfi kimi keçir. İndi baxaq görək burada necə olur. Burada biz bilirik ki, 8-də 8-dən 5 çıxan 3 edir. Baxıram, görürəm ki, 3-ün üstünə 5 gəlmək lazımdır. Deməli, mənfi isə bərabərliyin sağına müsbət kimi keçir. Sən demə, bütün əməllər tərsinə keçirmiş. Gəlin, bura baxaq görək burada necədir? 2 vur x 8-isə x deməli 4-dür də. Deməli, burada da 8 bölü 2 kimi keçir, 4. Bölmədirsə, deməli, vurma kimi keçəcək. Deməli, tənliyi həll eləyərkən bütün əməllər reverse baş verir, yəni tərsinə baş verir. Gəlin, baxaq görək necə olur bu. Gəlin, baxaq görək necə olur. Məsələn, baxırıq, birinci tənlik 2x bərabərdir 13, üstə gələk 5, axı bu mənfidir, bərabərliyin sağ tərəfinə müsbət kimi keçəcək. 2x bərabərdir 18, tənlik 6-6 həll olunur, bu bir ənənədir. X bərabərdir 18-i mən bölməliyəm 2-yə, cavab eləyəcək 9. Çox bəsit. Keçdik ikinci tənliyə. 3x bərabərdir 11-dən nəyi çıxmalıyım? 2-ni də, təbii ki, bu bərabərliyin sağ tərəfinə keçir axı. 3x bərabərdir 9, x də bərabərdir 9-u 3-ə bölürəm, cavab eləyir 3. Keçdik bura. Aha. Deməli, tənlik həll eləyərkən bərabərlik anlayışı var. Tənlik nədir? Tənlik sözü elə türkçədən tən bərabər deməkdir. Sol tərəfdə x-lar olur, sağ tərəfdə isə a ədədlər yazılır. Ümumiyyətlə, daha çox belə həll olunur. Söhbət bir məhsul tənlikdən gedir. Daha doğrusu bir dərəcəli tənlikdən gedir. Gəlin, baxaq gör necə həll olunur. Mən, bax, buradakı x-i bu tərəfə göndərməliyəm. Və görürəm ki, bu qəşəng burada müsbət şəkildə dayanıb. Ona görə 2x sol tərəfdə olduğu kimi dayanıb. Çünki bu heç bir yerə getmir. Lakin sağdakı x sola keçir deyə çıx x yazılır. 6 bərabərliyin yenə sağındadır. Mən onu olduğu kimi yazıram. Lakin mənfi 8 bərabərliyin sağ tərəfinə keçir. Mən onu yerindən tərpətdiyim üçün üstə gələk 8 kimi keçəcək. Nə demişdik? Bütün əməllər tərs əməllə bərabərliyin sağına soluna keçirlər. 2x-dən x çıxıram eləyir 1x, 6-dan 8 gəlirəm 14 eləyir. Yəni x bərabərdir 14.
Hə, yoxlamaq. Necə yoxlaya bilərik? Heç nə aparıram 14-ü yerinə qoyuram. 2 vur 14 çıx 8 sual bərabərdirmi 6 üstəgələk 14-ə? Tənliyi də bu şəkildə yoxlayırlar düz eləyib eləmədiyimizi. 2-ni 14-ə vurduqda 28 eləyir, 28-dən 8 çıxdıqda bərabərdirmi 6 üstəgələk 14-ə? Təbii ki, 20 bərabərdir 6 üstəgələk 14-ə, yəni 20 bərabərdir 20. Əgər tənliyin kökü, tənliyi, yəni aparıb yerinə qoyarkən doğru ədədi bərabərliyə çevirirsə, deməli bu tənliyi doğru həll eləmiş sayılırıq. Yox, əgər bu bərabərlik doğrulanmasaydı, deməli onu səhv həll eləmiş olacaqdıq. Keçdik bu suala. 3x mənfi 2x bərabərliyin sol tərəfinə keçiririk. Üstəgələk 2x bərabərdir nəyə? 17 yerində qalıb. Müsbət 2 bərabərliyin sağ tərəfinə çıx 2 kimi keçir. 5x bərabərdir 15x bərabərdir 3-ə, yəni böldük. Bu suala keçək. Bəzən uşaqlar elə bilir ki, 6x, yəni bunu bu tərəfə keçirdirik. Xeyr, sən bunu heç ara keçirtmirsən. Bu bərabər işarəsidir. Bərabərin sol tərəfidir, bura isə sağ tərəfidir. Sən 6x-dan 2x-i sadəcə olaraq toplayırsan. Sən bunu heç ara keçirtmirsən. Sadəcə olaraq yerini dəyişdirirsən. Öz aralarında, yəni sol tərəfdə bu istəyir, yenə qədər yerini dəyişdirirsən, işarəsini dəyişə bilmərsən. Lakin əgər bərabərliyin solundan sağına və yaxud da sağından soluna keçirsənsə, bu zaman işarəni dəyişməlisən. Qanun budur, yəni 6x üstəgələk 2x. İndi isə 5x o tərəfə keçir. Mən yazıram çıx 5x bərabərdir. 8 yerində qalıb. Mən onu yazıram. İşarəsini olduğu kimi saxlayıram. Mənfi 7-ni isə bərabərliyin sağ tərəfinə göndərməliyəm. Çünki bu ədəddir. Bunu bu tərəfə göndərmək lazımdır. Ona görə o müsbət kimi keçəcək. 6x-in üstünə 2x gəldikdə 8. 8-dən 5 çıxdı. 3x bərabərdir 15 eləyir. Və indi isə 15-i 3-ə böləcəm. Cavab eləyəcək 5. Bax, görə düzdürmü? Düzdür. Keçdik bura. Yenə 5x-dan 3x-i çıxırıq, islah edir. 2x üstəgələk 2 bərabərdir, x üstəgələk 6 yazırıq. İndi isə x-ları sol tərəfə, ədədlər sağ tərəfə keçirdəcək. 2x çıx x bərabərdir. 6 yerində qalıb, 2-ni sol tərəfə göndəririk, çıx 2. X bərabərdir, nəyə? 4-ə. Hə, bunu da bayaq öyrəndik. Vurmanın paylama qanununu vurub açırıq. 3x çıx 3 çıx 5 bərabərdir x-a. İndi isə 3x olduğu kimi yazıram. Çıx 3 çıx 5 birbaşa çıx 8 bərabərdir x yazaq. Yəni biraz sadələşdirdik. İndi isə x-i göndərək sol tərəfə. 3x çıx x. Çünki bu tərəfdə qabağında heç bir işarə yoxdursa, bu müsbət sayılır. Onu sol tərəfə göndərdikdə mənfi kimi keçir. Mənfi 8-i indi bərabərliyin sağ tərəfinə keçirdəcəm. Bəs sual, bərabərliyin sağında nə qaldı? Əgər bu da sola keçibsə, yəni bu x sola keçibsə, deməli yerində heç nə qalmayıb 0. 8 isə sağa keçir, üstəgələk 8 kimi yazmaq olar. 2x bərabərdir 8x bərabərdir 4-ə. Bu şəkildə. Videonu bəzən saxlayın və bu tənlikləri məsəl üçün özünüz həll eləməyə çalışın. Burada indi gəlin baxaq görək nə olur. 2 çıx x bərabərdir. Sağ tərəfə həll eləyək görək. Hələ 6 çıx 2 4 eləyir. 4-ün üstünə 1 gəldikdə 5 eləyir. Tamam, bura kimi aydındır. Aha. Bəzən burada şagirdlər yazır. X bərabərdir 5 çıx 2. Bu səhvdir. İndi səhv hardadır? Gəlin bunu baxaq. Bu x deyil. Siz gördüyünüz şeyi inkar eləməməlisiniz. Riyaziyyatda gördüyü şeyi səhv yazmaq, gördüyü şeyi inkar eləmək ümumiyyətlə yanlış şeydir. Bu x deyil, bu mənfi x-dir. Mənfi x bərabərdir 5 çıx 2 yaza bilərsən. Hə, bu doğrudur. Mənfi x bərabərdir 3-ə. Bəs indi nə eləyək? Uşaqlar, biz x-i tapmalıyıq, mənfi x-i yox. Ona görə hər tərəfini nə eləyək? Mənfi 1-ə vuraq. Niyə mənfi 1-ə vururam? Çünki bunu müsbətləşdirməliyəm. Mən bunu mənfi 1-ə vurduqda müsbət x eləyir. Bunu da mənfi 1-ə vurduqda mənfi 3 eləyir. Deməli, x nəymiş? Mənfi 3 imiş. Keçdik bu birisi suala. X 2-ni mənfi 4-ə vurduqda mənfi 8 eləyir. Qabaqda bir dənə də mənfi var. Üstəgələk 8 bərabərdir mənfi 6 eləyir. Yenə x olduğu kimi qalır. 8 bərabərliyin sağına keçir. Mənfi 6 dəyişmir. Çünki o ilə bərabərliyin zaten sağındaydı. Çıx 8 x bərabərdir 2 mənfi ədədi necə islah edirdik? Onlara eyni işarəli olduğuna görə toplayırdıq, işarəsini yazırdıq. 10-cu suala keçirik. 10-cu sualda 2 vur mənfi 3 mənfi 6 üstəgələk x çıx 2 bərabərdir mənfi 12 yazılır. Bura kimi yəqin ki aydındır. İndi mənfi 6 mənfi 2 yəni birbaşa mənfi 8 verir. Biraz sadələşdirdik. İndi mənfi 8 o tərəfə göndərməyin vaxtıdır. Mənfi 12 üstəgələk 8 kimi keçəcək. Bunda cavabı x bərabərdir mənfi 4 eləyəcək.
Keçdik bu suala 3x çıx 4 bərabərdir 2x çıx 10 eləyir. Niyə çıx 10? Çünki 5 dəfə mənfi 2 mənfi 10 eləyir. Qabaqda müsbət işarə var. Müsbət mənfini, yəni müsbət vur mənfi mənfi eləyir. Ona görə belə yazdıq. İndi x-ları bir tərəfə, ədədləri bir tərəfə keçirdik. 3x qalıb yerində, 2x o tərəfə keçir, çıx 2x olur. Mənfi 10 yerindədir, dəyişmir işarəsini. Mənfi 4-ü bərabərliyin sağ tərəfinə üstəgələk 4 kimi keçirdəcəyik. İndi isə əldə edirik. X bərabərdir mənfi 6. Bu şəkildə. 12, 13, 14 bundan sonrakılarda özünüz həll eləməyə çalışın. Çox sadə suallardır. İndi isə tənasüb haqqında danışacağıq. Tənasüb nədir? Tənasüb iki dənə nisbətin bərabərliyidir. Nisbət nədir? Bir ədədi digər ədədə bölmək demək. Tənasübün həlli nədir? Çarpaz şəkildə vurmaqdır. 4x bərabərləşdiririk. 2 vur 8, 16. X də bərabərdir 4-ə. Bura 1 yazaq. Yenə 4 vur x, yəni 4x bərabərdir 12, x bərabərdir 3-ə. Altına 1 atırıq, olmayanda məxrəc 1x bərabərdir 8. Bəzən uşaqlar soruşur ki, müəllim, bəs birinci bunu buna vursaq 8 bərabərdir x yazsaq düz gələr. Əlbəttə ki, düz gələr, eyni şeydir. 8 bərabərdir x, x bərabərdir 8. Bunlar eyni şeydir. Yenə altına atıram 1. İndi 2-ni vururam, x üstə gələk 1-ə bərabərdir 4-ə. 2x üstə gələk 2 bərabərdir 4-ə. 2x bərabərdir 2-yə, niyə? 4-dən 2 çıxdım, x də bərabərdir 1-ə. 1 atırsınız, özünüz həll edirsiniz. Yenə bunu bura vururuq. Gəlin, vuraq istəyirsiniz. 2-ni vuraq bura. 2 vuraq 2x çıx 1 bərabərdir 3x-a. Vuraq açaq. 4x çıx 2 bərabərdir nəyə? 3x-a. İndi x-ları bir tərəfə, ədəd bir tərəfə göndərəcək. 4x çıxılsın 3x. Bu tərəfə mənfi gəlir. Mənfi 2 isə bərabərliyin sağ tərəfinə müsbət kimi keçir. X bərabərdir 2-yə. Yenə məxrəc olmadığı üçün 1 yazırıq. Bundan əvvəlkiləri necə əldə eləmişiksə elə də əldə edirik. 2-ni vururuq bura. 2 vuraq x üstə gələk 2 bərabərdir 1 vuraq. X çıx 1-ə. İndi 2x üstə gələk 4 bərabərdir. 1x çıx 1 yazacağıq. Ümumiyyətlə 1-i nəyəsə vuranda vurmağa ehtiyac yoxdur. Yəni birbaşa özü eləyir. 2x çıx x. Niyə? Mənfi gəldi. Mənfi 1 yerində qalıb çıx 4 o tərəfə keçir. X bərabərdir nəyə? Mənfi 5 uşaqlar. Bu qədər. Yerdə qalanlarını da özünüz həll eləyərsiniz. Bax, bu gördüyünüz kimi burada tənasüb. Hamısı tənasübdür. Olmayanların məxrəcinə 1 yazın. Məsələn, burada olmur, məxrəcinə 1 yazın. Burada 2 işarəni 1 işarə ilə əvəz eləyin. Burada 1 yazın. Bu şəkildə özünüz bu sualları həll eləməyə çalışın. Qüvvət üstənin xassələri daha çox 7-ci sinifdə keçiriləcək, lakin təməl bəzi şeyləri bilsəniz yaxşı olar. Gəlin, baxaq qüvvət üstənin xassələrinə. A üstü n nə deməkdir? A-nı bir-birinə n dəfə vurmaq deməkdir. Sonra, istənilən ədədin üstü 0 olarsa 1 eləyir, 0-ın üstündə nə yazsa 0 eləyəcək. Üstü mənfi qüvvət tərsinə çevirmək deməkdir. A üstü mənfi 1 A-da 1-dir, B-də A üstü mənfi 1 A-da B-dir. Yəni, tərsinə çevrilir. Gəlin, baxaq. 3-ün kubunu hesablayaq. 3 vur 3 vur 3, 27. Mən bunları hesablamayacam. Nə qədər ki, asandırlar, bunları hesablamayacam. 4-ün kubu 64 eləyir. 3 vur, 3-ü 2 dəfə bir-birinə vurduqda 9. Üstə gəlir, 7 üstü 0. Bayaq dedik ki, istənilən ədədin üstü 0, 1 eləyir. Heç nə hesaplayarsınız yerdə qalanını. Aha, bu nə eləyir? Burada 7-də 1 üstü mənfi 1 yazılıbsa, uşaqlar biz mənfi qüvvəti belə eləyirik. Tərsinə çevirir, üstünə 1 yazırıq. 8 üstü 0 isə 1 eləyir. 1-də 7 elə 7-dir. 7 çıx 1 cavab 6. Buranı eləmək istəmirəm, özünüz həll eləyərsiniz. Çox asandır. Bura baxaq. 16. 2 dənə mənfi olduğu üçün müsbət 1 vur 2. Əvvəlcə vurma əməli həll olunur. 1 vur 2-ni həll eləyirik. Sonra isə 16-dan 16-nın üstünə 2 gəlir daha doğrusu. Keçdik növbəti suallara. Baxaq. Bunlar eynidirlər. Çətin olsa mən baxacam. 2-də 1 üstü mənfi 1, tərsinə çevir, üstünə 1 yaz, tərsinə çevir, üstünə 1 yaz. 1-də 2-ci cavab elə 2 eləyir, 6-3-ə böldükdə yenə 2 eləyir, cavab 4. Bu biraz asan oldu. Gəlin buna baxaq. 1-də 2 yazıram, üstünə 3 yazıram. Yenə 1-də 3 yazıram, üstünə 2 yazıram, tərsinə çevirəm də. Kubu, yəni 2-nin kubu 8 eləyir, 3-ün kvadratı 9 eləyir. Bunu da özünüz hesaplayarsınız. Keçdik bura. Yenə necə eləyəcək? 3 vuraq, 1-də 2 üstü 4 çıxaq.
1-də 5 üstü 2. Yəni tərsinə çevir, bax bunu müsbətləşdir. 1-də 2 eləyir 2, yəni 3 vurulsun 16, 2 üstü 4 16 eləyir. 1-də 5 də 5 eləyir, 5-in kvadratı da 25 eləyir. Yerdə qalanı da özünüz hesablayarsınız. Vurun, sonra isə 25-i çıxın. Kvadratlar fərqi düsturudur. Kvadratlar fərqi düsturuna hələ baxmayacağıq. Çox həddinin vuruqlara ayrılmasında baxacağıq. Bu suallar düşsə o təməl qavramların içində siz yazmarsınız. Amma çox həddin vuruqlara ayrılmasında mütləq şəkildə keçiriləcək mövzudur. Özünüz də yaza bilərsiniz. Çox asandır. Baxın, əgər istəyirsə yazın. Test yüklənəcək sayta və oradan baxacaqsınız və həll edəcəksiniz. Bu da hələ ki baxılmır. Çox həddin vuruqlarına ayrılmasında baxacağıq. Uşaqlar, ədədin mütləq dəyəri modulu. Modul nə deməkdir? Modul sıfırdan uzaqlıqdır. Yəni 3 sıfırdan nə qədər uzaqlıqdadır? Elə 3 vahid. Və yaxud da -2 sıfırdan nə qədər uzaqlıqdadır? Elə 2 vahid. Deməli, ədədin modulu sıfırdan uzaqlıqdır, məsafə isə müsbət olar. Ona görə də ədədin modulu müsbətləşir. Məsələn, -4-ün modulu 4 eləyir, 3-dən 8 çıx -5 eləyir, modulu təzədən 5 eləyir. Yəni, bu sualları da özünüz həll edərsiniz. Çox sadə suallar var. Gəlin, bir dənə çətininə baxaq. Mən bir dənə seçim çətinini görüm. Ümumi hansı, məsələn, çətin ola bilər. Məsələn, gəlin elə 15-ə baxaq. 3 dəfə 2, 6 eləyir. Əslində, burada çətin heç bir şey yoxdur. 1 çıxılsın. Bura eləyəcək. 2 dəfə -3, -6 eləyir. Və üstə gələk 8. Yəni, baxaq. Əvvəlcə modulun içi həll olunmalıdır. 1 üstə gələk 6, üstə gələk 8. Bura eləyir 15. 15-in modulu elə 15 eləyir. 6 çıx 15. Bunu da özünüz hesaplayarsınız. Bu şəkildə. Bu test tapşırıqlarını isə siz eləyəcəksiniz. Bax, gördüyünüz kimi test 1. Nə ki mövzu keçmişik, hamısı buradadır. Bunların hamısını eləyəcəksiniz. Hansı mövzuları ki keçmədim, o müxtəsər vurma düsturlarına aid və çox hədliyə aid, onları isə eləməyəcəksiniz. Düz bax, burada bura qədər eləyəcəksiniz. 25-ə qədər eləyəcəksiniz. Yəni, səhifə 25-ə qədər. Sağ olun, sağlıqla qalın. Bu birinci dərsimiz idi.